Salam, vaxtınız xeyir olsun. Biz insanıq, hər birimizin də müəyyən dərəcədə ağlı yaxud ağılsızlığı, yaxud axmaqlıqları var. İdeal insan yoxdur, mükəmməllik yoxdur. Sadəcə ona can atırıq getdiyimiz yolda bu həyatda və kimisə də mükəmməl sanıb, kiməsə də böyük ağırlıqlar yükləmək lazım deyil. Hər bir insan unikaldır, hər birimizin seçim və seçimsizliklərimiz var və sonra da onun bədəlini ödeyirik. Yəni, mən öz seçimimi, yaxud seçimsizliyimi edirəm, sonra da onun altını mən çəkməliyəm. Sən də elə, sən əgər hər hansı bir vəziyyətdə müəyyən seçim edibsənsə və yaxud da seçimsizlik edibsənsə, bunun da bədəlini ödəməyə hazır olmalısan. Nəyə görə? Bir başqası sənin etdiyin seçimi yaxud da seçimsizliyin bədəlini ödəməlidir və bunun üçün də duyğu sömürüsü etmək lazım deyil.